Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə Ajax haqqında danışacağıq. Ajaxın nə olduğunu sizə izah etməyə çalışacağam. Bu dərsimiz nəzəri dərsdir, yəni Ajax haqqında ümumi nəzəri məlumatlara baxmış olacağıq. Baxın, burada Web3 School-da bu səhifəni açsaz əgər, görəcəksiniz ki, yazılıb Ajax nədir? Və burada açılışı verilibdir, bu baş hərflərin açılışı verilibdir. Asynkron, JavaScript and XML. Bu XML-in nə olduğunu sizə izah eləyəcəm bir neçə dəqiqə sonra. Və burada ikinci hissəyə də baxdığımız zaman burada açılışını gördük, adın açılışını gördük. Burada isə baxın, deyir ki, Ajax proqramlaşdırma dili deyil. Baxın, birinci növbədə bunu başa düşmək lazımdır ki, Ajax proqramlaşdırma dili deyil. Bəs yaxşı, nədir Ajax? Burada istifadəsini göstərir. Deyir ki, XML HTTP request-dən istifadə oluna bilir. Olunur. Baxın, burada yazılıbdır. Bir sonraki dərsdə bundan istifadə edərək müəyyən bir istək göndərmiş olacaq. Amma burada aşağıda şəkilə baxsaq əgər, burada istifadəsini göstəribdir. İstifadəsi burada açıq formada göstərilib addım-addım. Hal-hazırda bura baxaq, ondan sonra buranı da incələyərik. Baxın, burada brauzerimiz var bizim. Bu brauzer, baxın, istək göndərir hara? Serverə. Baxın, brauzer, yəni bizim web tətbiqimiz düşünün. İstək göndərir hara? Serverə. Uzaq bir serverə istək göndərir düşünün və yaxud da ki, lokalda olan hər hansı bir şey. Burada müəyyən bir data hazırlanır. Həmən proses gedir və müəyyən bir data hazırlanır. Həmən data fikir verin, brauzeri qaytarılır və brauzerdə də qəbul olunur, JavaScript tərəfindən oxunur, ondan sonra da icra olunur. Yəni hansı formada icra olunacaqsa, o formada icra olunur. Ümumilikdə baxın, bu gedişata Ajax deyilir. Bu gedişata baxın, ardıcıllıq necə oldu? Burada brauzerimiz var. Brauzerdən istək göndərəcəyik, post istəyi ola bilər, get istəyi ola bilər, bu dəyişir. HTTP protokolunun metodlarından istifadə edərək biz bu istəkləri göndərə bilirik. Təbii ki, onlar haqqında da deməli bir sonraki dərsdə danışacağıq, daha sonra Fetch-də danışacağıq, Axis-də danışacağıq ətraflı formada həmin metodlar haqqında. Deməli, burada brauzerdən istək göndərilir bura, bu istəyə uyğun olaraq bir data emal olunur, həmən data hazırlanır və brauzerə geri qaytarılır. Baxın, bu prosesə Ajax deyirlər. Bu prosesə fikir verin, bu prosesə dedik. Və burada addımlar göstərilib. Deyir ki, ola bilər səhifə loaded olanda və yaxud da ki, hər hansı bir butona click eventi olduğu zaman, baxın, olduğu zaman burada nə olur? XML HTTP request göstərilir burada. Yenə bununla müəyyən deməli obyekt yaradılır. Bundan bir obyekt yaradılır. New açar sözündən istifadə edərək qeyd etdiyim kimi növbəti dərsdə bunu edəcəyik. Və deməli JavaScript obyekti yaradılır. Ondan sonra bununla baxın bu obyekt vasitəsilə web serverə istək göndərilir. Həmən serverdə proses baş verir. O prosesdən müəyyən bir respons əldə edilir. Yəni müəyyən bir cavab data emal olunur. Nəsə axtarılır, tapılır və yaxud da ki, yəni backend tərəfdə gedən proseslərdir. Müəyyən bir data əldə olunur. Həmən data geriyə qaytarılır JavaScript tərəfinə. JavaScript bunu oxuyur. Yəni web deməli brauzerimizə qayıdır və burada JavaScript onu oxuyur. Ondan sonra da icra etmiş olur. Bu gedişata Ajax deyirlər, baxın. Və bu gedişatın yöntəmlərindən biri, yəni bu gedişatı icra etmək üçün yöntəmlərdən biri XML HTTP request-dir. Baxın, bundan obyekt yaradırıq, həmən obyekt üzərindən biz istəyimizi göndərə bilirik. Onu dediyim kimi növbəti dərsdə eləyəcəyik. Amma burada əsas məsələ nədir? Niyə görə bunun üzərinə vuraraq deyirəm? Bu Ajax-la XML HTTP request qarışdırılır biraz. Sanki bunlar eyni şeydir kimi təqdim olunur bəzi belə deyək də mənbələrdə. Amma mən özüm öyrənmə müddətində bu formada başa düşmüşdüm və sizə də bu formada izah eləyəcəm. Baxın, biz Fetch API-ni keçəcəyik, Fetch-dən istək göndərməyi keçəcəyik və yaxud da ki, Axis-lə hər hansı bir kitabxana ilə müəyyən bir istəkləri göndərməyi sizinlə keçəcəyik. Bu Axis-dir, Fetch-dir, onlar əslində XML HTTP request-də bir alternativdir. Necə məsələn şərt operatorları demirik, if else var, switch case var, daha sonra ternary keçdik. Bunlar müəyyən bir alternativlərdir də. Bunun adı nədir? Şərt operatoru, şərt strukturu, nədirsə, yəni şərt var da ortalıqda, elə deyil. Sanki bu Ajax-da o şərtdir, onun içərisində XML HTTP request var və yaxud da ki, fetch var və yaxud da ki, Axis-lə bunu eləyə bilərik. İçərisində var deməyək, yəni bu prosesi bunlarla icra eləyə bilirik. Yəni şərt yoxlamasını necə if-lə falan eləmirdik və yaxud da ki, dövr. Baxın, ümumi anlayış nədir? Dövrdür. Onun içərisində while var, for each var, nə bilim, deməli, do while var, fərqli dövrlər var da, bunlar haqqında danışmışdıq. Amma ümumi anlayışın adı nə idi? Dövrdür, elə deyil. Amma onun yöntəmləri, fərqli yöntəmləri vardı. For in vardı, for off vardı, o öz içərisində də bölünürdü onlar. Bu da eyni qaydada. Ajax bu yöntəmdir. Baxın, brauzerdən müəyyən bir istək göndərilir, o istəyə əsasən bu addımlar tamamlanır, serverdə data hazırlanır, oradan da data bizə geri qayıdır.
deməli brauzerə geri qaytarılmış olur. Yəni data dediyim, yəni bir nəticə qaytarılmış olur brauzerə. Bu gedişat özü Ajax adlanır. Amma bu gedişatı müxtəlif yöntəmlərlə dediyim kimi eləyə bilirik. İlk ən belə deyək də köhnə versiyalarından biri olan XML HTTP request-lə bunu edəcəyik sizinlə. Amma elə bilməyin ki, Ajax deyəndə yalnız əslində bu nəzərdə tutulur. Əslində bunun bu formada başa düşülməsinin səbəbi nədir? Əvvəllər, yəni bu 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Ajax anlayışı ortaya çıxdığı zaman XML HTTP request ilə yalnız bu istəklər göndərilirdi və yaxud da ki, nəsə data yazılırdı harasa backend tərəfinə və s. ora göndərilirdi də belə deyək. Ona görə də bu əslində Ajax-dan iç-içə keçibdi deyə bilərik. Hardasa Ajax istifadə eləyirsən demək, sanki XML HTTP request istifadə eləyirsən ya etmirsən deməkdir. Demək kimi daha doğrusu adlandırılır. Amma bilmək lazımdır ki, bu XML HTTP request bu Ajax prosesini icra etmək üçün müəyyən bir yöntəmlərdən biridir. Biz fetch-də istifadə etdiyimiz zaman əslində bu Ajax prosesini icra etmiş oluruq deyə bilərik. Onun içərisindədir çünki. Amma ola bilər ki, hər hansı bir layihədə biz fetch istifadə edəcəyik. Çünki zaten yeni versiya oldu da, yəni fetch-də, Axis-də bunlar yeni versiyalardır. XML HTTP request çünki bunun yazılışı biraz çətindir deməyə, qarışıqdır da biraz, yəni uzun yazılış deyə bilərik. Daha sadə yazılış, daha gözəl yazılış fetch-lə olur və yaxud da ki, Axis-lə də gözəl yazılışlar mümkündür. Yəni bilmək lazımdır ki, bu XML HTTP request Ajax-ın sanki içərisində olan bir şeydir. Bu Ajax-ı icra etmək üçün proseslərdən biridir, yöntəmlərdən biridir daha doğrusu. Aydındır? Çünki bu anlayış məsələn proqramçılar arasında belə bir danışıq görə bilərsiniz ki, məsələn bu layihədə Ajax istifadə etmirsən yoxsa yox. Zaten orada müəyyən bir brauzerə istək göndərirsə və s. eləyirsə, zaten orada Ajax prosesi olur. Fetch-nə eləyirik onu. Amma o demək deyil ki, XML HTTP request istifadə etməmsən deyə, bu obyektdən istifadə etməmsən deyə, yəni bunun obyekt yaradıb ondan istifadə etməmsən deyə orada Ajax prosesi yoxdur. Belə başa düşmək lazım deyil. Ajax-ın bir də üstünlüklərdən biri nədir? Bu Ajax-la biz deməli müəyyən bir istək göndərdiyimiz zaman onu arxa planda da icra edə bilirik. Yəni necə? Səhifə refresh olunmadan bu proses icra oluna bilir. Yəni şərt deyil ki, istək göndərmək üçün bizim səhifəmiz refresh olunmalıdır. Ola bilər indi növbəti dərsdə bunu praktika eləyəcəyik. Məsələn, bizim səhifəmiz yüklənibdir. Səhifədə bir dənə butonumuz var. Həmin butona klik olunduğu zaman data çəkilməlidir. Butona klik edirik, səhifə refresh olunmadan həmin data bizə gəlmiş olacaq. Baxın, burada Ajax prosesi olacaq. Dediyim kimi bunu XML HTTP request-inə etmiş olacağıq. Daha sonra promise async await keçdikdən sonra fetch-lə də bunu istifadə edəcəyik. Axis-i də tədrisə daxil etmək fikrim var. Axis-i də sizə göstərəcəm. Axis-lə də bunları etmiş olacağıq. Amma əsas məsələ trik nöqtə burada odur ki, Ajax prosesi, baxın bu prosesdir. Baxın, bunu başa düşmək lazımdır. Burada HTTP protokolundan istifadə edir, oradan data göndərir və yaxud da ki, data alışı həyata keçirmiş olur. Yəni Ajax-ı ən bəsit, sadə dildə bu formada başa düşmək olar. Burada da baxın bu alt başlıqlarda deməli HTTP haqqında məlumat var. HTTP haqqında məsləhət görürəm ki, araşdırasınız. Nədir bu protokol? HTTP protokolu ümumiyyətcə nədir? Nə işə yarayır? Bunu araşdırmağı sizə məsləhət görürəm. Çalışın bunun haqqında ya kənar bir videonu izləyin, ya da ki, buradan elə məqalə oxuyun və yaxud da ki, başqa bir mənbədən məqalə oxuyun. İndi gələk burada XML hissəsinə. Baxın bu hissəyə. XML hissəsinə. Bu nədir bəs? Bu XML əslində necə JSON formatı yoxdur. Baxın, burada da hətta var. Bura keçid etsə əgər. Baxın, burada JSON formatı var, fikir verin. Biz bu JSON deməli data bizə gəldiyi zaman onu parse eləyə bilirik. Artıq bunları keçmişik sizinlə. Bu XML də əslində bu JSON kimi bir data tipidir deyə bilərik. Datanın göndərilməsi formasıdır deyə bilərik. Baxın, bu formada başa düşə bilərik. Amma əvvəlki dövrlərdə, yəni belə deyək də biraz əvvələ getsək, 2000-ci illərə, 90-cı illərə falan getsək, həmən vaxtlarda XML-dən istifadə olunurdu. JSON-dan istifadə olunmurdu. JSON sonradan gəldi bizim həyatımıza. Və ona görə də Ajax prosesi, baxın bu proses getdiyi zaman burada XML baş rolda idi əslində. Yəni bu datanın göndərilməsi, alınması XML formatında olurdu. Ona görə də bunun adına da bu XML-i daxil ediblər. Amma bu o demək deyil ki, Ajax prosesi olan bir yerdə biz JSON datanı göndərib ala bilmirik. Biz bunu eləyə bilirik. JSON data göndərə də bilirik, ala da bilirik və ya string formada. Burada da ad, baxın, qeyd olaraq göstərir ki, deyir əslində Ajax-ın
adlandırılmasında olan biraz səhvlərdən biridir. Çünki həmin vaxt belə deyək də, bəlkə də təsəvvür eləyə bilmirdilər ki, JSON formatında bir şey çıxacaq, o daha əlverişli olacaq. Bəlkə də təsəvvür eləyirdilər, inanmıram elə bir şey olsun. Çünki zaten hər şey yenilənir də, belə deyək, təzə bir versiyası çıxır. Amma Ajax-da bir marka kimi qalıbdı da, yəni bu ad qalıbdı. Bunun sonu XML deməkdir. Amma dediyim kimi bu ad sizi çaşdırmasın. Çox tələbəni çaşdırır ki, XML varsa biz burada JSON-la bir proseslər apara bilmərik. Yox, elə deyil. Ajax prosesi olan yerdə biz JSON data ilə də müəyyən bir əməliyyatlar eləyə bilirik. Zaten ən gözəl versiyada odur. Biz də ondan işləmiş olacağıq. Aydındır? Yəni bu hissə sizi çaşdırmasın qətiyyən. Bu XML haqqında da qısa bir məlumat almağı sizə məsləhət görürəm. Yəni araşdırsaz bunun haqqında yaxşı olar. JSON-dan fərqlərini görmüş olarsınız. Belə. Yəni əsas məsələ başa düşmək lazımdır ki, baxın buradakı bu prosesdə brauzerinə müəyyən bir istək göndərilir, serverdə proses gedir. Həmin prosesə əsasən müəyyən bir cavab, response data nədirsə hazırlanır, brauzerə qaytarılır və JavaScript onu oxuyur, ona uyğun bir proses icra etmiş olur. Aydındır? Belə başa düşmək lazımdır bu Ajax-ı. Amma çalışın ki, baxın, fərqini heç bilməsəz də olar, amma bilməyiniz daha yaxşıdır. Yəni gözəl öyrənmə budur. XML HTTP request ilə Ajax-ı qarışdırmayın. Bunlar eyni şey deyil. Yəni məsələn biz sizinlə ECMAScript versiyalarını keçdiyimiz zaman mən sizə izah eləmişdim ki, ECMAScript-lə JavaScript o qədər iç-içə keçib ki, ECMAScript-lə JavaScript-i hamı eyni başa düşür. Hətta bir ara ECMAScript-də JavaScript-də deyiblər. Yəni o qədər iç-içədir bunlar əslində, amma ayrı-ayrı şeylərdir. Bu da XML HTTP request ayrı şeydir, Ajax ayrı şeydir. Ajax bu prosesin adıdır. XML HTTP request isə bu prosesi icra etmək üçün yöntəmlərdən biridir. Necə dövrlər deyəndə ümumi dövrlər bizim deməli yaddaşımızda formalaşır ki, biz bilirik ki, müəyyən bir dövrlər var. Bizə hansı lazımdırsa onu götürüb istifadə edirik, amma anlayışın adı nədir? Dövr və yaxud da ki, şərt operatorları deyəndə if-else yada düşür, switch case yada düşür, ternary yada düşür, amma bizə lazım olan hansısa onu götürüb istifadə edirik. Burada da eyni formada Ajax prosesi budur. Biz ola bilər ki, XML HTTP request ilə bu prosesi eləyərik, ola bilər ki, fetch ilə eləyərik, ola bilər ki, access ilə eləyərik. Aydındır? Ajax-ı bu formada başa düşmək lazımdır. Bu ikinci səhifəni mən niyə görə açmışam? Hə, burada da XML HTTP request haqqındadır. Baxın, burada onun haqqında yazılıbdır. Və bunu da təbii ki, deməli burada yazılışlar var. Növbəti dərsdə dediyim kimi XML HTTP request-dən istifadə edərək müəyyən bir əməliyyatlar etmiş olacağıq. Əsas məsələ bu dərsimizdə başa düşmək lazımdır ki, Ajax nədir və XML HTTP request nədir, fetch nədir, access nədir. Təbii ki, fetch ilə access-i dediyim kimi növbəti dərslərdə keçəcəyik. Heç narahat olmayın o tərəfdən. Amma başa düşmək lazımdır ki, Ajax əsasən bu prosesin adına deyilir, bu prosesdir. Yəni buna texnologiya deyə bilərsiniz əslində bir tərəfdən, amma fəlsəfi bir yanaşma deməyiniz daha yaxşı olar və yaxud da ki, müəyyən bir məntiq deməyiniz daha yaxşı olar bu Ajax-a, aydındır. Amma bunu icra etmək üçün məsələn ən ilkel versiyalardan biri XML HTTP request-dir və bundan istifadə etmiş olacağıq. Və bir şey də deyim, həmin vaxt baxın Ajax məntiqi ortaya çıxdığı zaman fetch yoxdur, access yoxdur. Ona görə də XML HTTP request-lə bu proseslər icra olunduğuna görə elə Ajax deyəndə bu başa düşülür, bu deyəndə Ajax başa düşülür. Amma çalışın ki, bu fərqi arada biləsiniz. Bu dərsimizdə bu qədər. Ajax haqqında sizə ümumi nəzəri məlumat vermək istədim. İndi bir sonraki dərsimizdə artıq XML HTTP request-dən istifadə edərək bu Ajax prosesini həyata keçirməyə çalışacağıq. Müəyyən bir serverə istək göndərəcəyik, oradan bizə datalar qayıtmış olacaq. Növbəti dərsdə görüşək.